Elm və Təhsil Nazirliyinin Dövlət Proqramı İdarəetmə Qrupunun təşkilatçılığı ilə 2026-2027-ci tədris ili üzrə Dövlət Proqramı təqaüdçüsü adını qazanan şəxslərdən görüş keçirilib. ADA Universitetində baş tutan tədbirin məqsədi qalibləri qarşıdakı təhsil mərhələsinə hazırlamaq, müəyyən edilmiş öhdəliklər barədə məlumatlandırmaq, həmçinin iştirakçıların suallarını cavablandırmaq olub. Açılış mərasimində Elm və Təhsil Nazirinin müavini Həsən Həsənli və Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov, Dövlət Neft Fondunun icraçı direktorunun müavini Rövşən Cavadov və digər rəsmilər çıxış ediblər. Nazir müavini Həsən Həsənli bildirib ki, dövlət proqramı çərçivəsində ümumilikdə 2000-dən çox gənc dünyanın aparıcı universitetlərində təhsil almaq hüququ qazanıb. Cənab Prezidentin təsdiq etdiyi xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində artıq 2000-dən çox gəncimiz dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıbdır. Bu il 500 tələbə seçilibdir bu proqram çərçivəsində təhsil almaq üçün. Onlardan 155-i dünyanın 10 ən yaxşı universitetində təhsil alacaqlar. Qeyd etmək də lazımdır ki, xüsusilə olimpiada qaliblərinin, liseylərimizdə məzun olan şagirdlərimizin, eyni zamanda yüksəliş müsabiqəsi qaliblərinin artıq xarici ölkələrdə, universitetlərdə bir imici yaranıbdır, bir müsbət deməli, onlarla bağlı təsəvvür yaranıbdır ki, onlar artıq hər hansı çətinlik olmadan ən deməli, rəqabətli və ən qabaqcıl proqramlara və universitetlərə qəbul oluna bilirlər. Bu da əlbəttə ki, bizim hamımızı sevindirir. Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova Məmmədova gəncləri beynəlxalq platformalarda ölkəmiz haqqında həqiqətləri yaymaqda təşəbbüskar olmağa çağırıb. Azərbaycan haqqında uzun-uzadı təqdimatlardan daha çox bir azərbaycanlı obrazının necə olduğunu göstərmək, ölkə haqqında yaranan, ilkin və qarşı tərəfin də unutmadığı bir düşüncə olur, emosiya olur. Mütləq şəkildə bu bir tribunada çıxış etmək demək deyil. Sizin tədris mühitindəki davranışınız, disiplininiz təmsilçilikdir. Hansısa komanda işlərində, qrup işlərində komanda yoldaşlarınızla etdiyiniz əməkdaşlıq sizin təmsilçiliyinizdir. Dünyanın nüfuzlu universitetlərində təhsil almağa hazırlaşan gənclərimiz bu missiyanın öhdəsindən layiqincə gələcəklərinə əmindilər. Dövlət proqramı çərçivəsində New Yorkda yerləşən Kolumbiya Universitetinin kompüter elmləri üzrə magistratura pilləsinə daxil olmuşam. Bu, həddən artıq qürur verici bir hissdir. Buna görə mən ilk öncə dövlət başçımıza və daha sonra da dövlət proqramının icra etmə qrupuna çox təşəkkür edirəm. Bakı Ali Neft Məktəbinin informasiya təhlükəsizliyi ixtisasının məzunu olaraq dövlət proqramı çərçivəsində magistr təhsilimi Amerika Birləşmiş Ştatlarının Carnegie Mellon Universitetinin informasiya təhlükəsizliyi siyasəti və menecment ixtisasına davam etdirəcəm. Böyük şeyi qeyd etmək istəyirəm ki, mən magistr təhsilimlə bağlı ABŞ və Avropanın ümumilikdə 10 nüfuzlu universitetindən qəbul almışam və eyni zamanda qəbul aldığım universitetlərin yanında da bir sıra dövlətlərin təqaüd proqramlarında qalib olmuşam. Lakin Azərbaycanın dövlət proqramına qalib olmaq mənim üçün böyük bir qürur hissi idi və bu mənim xarici dünyanın ən nüfuzlu universitetlərindən qəbul olmaqla bərabər ən əsas və başlıca hədəfim idi. Tədbirin sonunda dövlət proqramı iştirakçılarının xaricdə təhsil və maliyyələşmə məsələlərinə dair sualları cavablandırılıb.